Salam. Bugün çox maraqlı bir mənbəni araşdıracağıq. Dr. Jordan Peterson'ın Məna xəritələri əsərindən bəzi hissələrə baxacağıq. Bəli, salam. Əsas məqsəd deyəsən odur ki, biz insanlar dünyanı necə başa düşürük, elə deyilmi? İnanc sistemlərimiz necə yaranır? Tamamilə. Və ən vacibi gözlənilməz hadisələrlə, yəni Peterson'ın dili ilə desək, anomaliya və ya xaosla necə üzləşirik? Gəlin bir növ bu inancların arxitekturasına, necə deyim, qısa bir baxış keçirək. Çox maraqlı yanaşmadır. Peterson əsasən deyir ki, dünyanı dərk etməyin iki yolu var. Birincisi elmin yolu, yəni obyektlər məkanı. Hər şeyi ölçülə bilən obyektiv reallıq kimi görürük. Yəni, bu nədir sualı əsasdır burada? Stol stoldur, qələm qələmdir. Bəli, məsələ. Amma ikinci yol var ki, bu daha çox bizim subyektiv təcrübəmizlə bağlıdır. Buna fəaliyyət meydanı deyir. Fəaliyyət meydanı, bu nə deməkdir? Biraz aça bilərsiniz? Aha, əlbəttə. Bu, dünyanı dəyərlər, mənalar, hekayələr və ən əsası hərəkətlərimizin nəticələri prizmasından görməkdir. Yəni, sual artıq bu nədir, deyil, bu nə məna verir və ya mən bununla nə etməliyəm olur. Aha, anladım. O körpə və heykəl misalı yadıma düşdü. Körpə üçün o bahalı şüşə heykəl sadəcə toxunmaq üçün maraqlı bir şeydir, rəngi, forması var. Bu, obyektlər məkanıdır. Düzdür. Amma anası toxunma deyəndə vəziyyət dəyişir. Hə, o an körpə başa düşür ki, bu sadəcə bir obyekt deyil. Bunun bir mənası var, toxunulmazdır, dəyərlidir, bəlkə də qırılsa təhlükəlidir. Bu artıq fəaliyyət meydanıdır, eləmi? Tamamilə doğrudur. Və baxın, məhz bu məna qatları bizim dünyamızı formalaşdırır. Peterson bu əsasda dünyanı iki böyük əraziyə bölür. Bilinən ərazi və bilinməyən ərazi. Bilinən və bilinməyən. Maraqlıdır. Bilinən nədir? Bilinən ərazi üçün o nizam, order terminini işlədir. Bu, həyatımızın proqnozlaşdırıla bilən, qaydalı, qanunlu, sabit hissəsidir. Hər şeyin öz yerində olduğu, hekayəmizin işlədiyi, planlarımızın, necə deyim, yolunda getdiyi yer. Bir növ təhlükəsiz mədəniyyət qalamız. Anladım. Bəs bilinməyən ərazi, bu yəqin ki, işlərin qarışdığı yerdir. Xaos bəlkə də. Dəqiq olaraq. O buna xaos deyir. Bu, həyatın gözlənilməz, naməlum, proqnozlaşdırılmayan tərəfidir. Planlarımız alt-üst olur, hekayəmiz işləmir. Bu, qorxulu səslənir. Həm qorxuludur, çünki nizam pozulur, amma eyni zamanda yeni məlumatların, yeni öyrənmə imkanlarının mənbəyidir. Bizi adaptasiya olmağa məcbur edir. Təbiət kimi bir şeydir, həm yaradıcı, həm dağıdıcı. Deməli, həyatımız bu nizam və xaos arasında bir tarazlıq axtarışıdır. Bəs yaxşı, bu xaos anları ilə, bu gözlənilməzliklərlə necə bacarırıq? Deyəsən, iki fərqli üsuldan danışılır mənbədə. Bəli. Peterson bunu uyğunlaşmanın iki əsas modeli kimi təqdim edir. Normal həyat və inqilabi həyat. Normal həyat. Bu, yəqin ki, gündəlik xırda problemlərdir. Aynən. Normal həyat rejimində qarşılaşdığımız anomaliyalar, yəni gözlənilməzliklər kiçik miqyaslı olur. Onlar bizim əsas dünya görüşümüzü, böyük hədəflərimizi, yəni sarsıtmır. Sadəcə planlarımızda kiçik düzəlişlər tələb edir. Məsələn, işə gedirsən, lift işləmir. Bu bir problemdir əlbəttə. O da məsəbiləşir, amma nə edir? Pilləkənlə düşür. Əsas məqsəd işə çatmaq dəyişmir. Sadəcə yol biraz fərqli olur. Bu normal uyğunlaşmadır, elə deyilmi? Tamamilə. Mövcud oyun daxilində vasitələri dəyişirsən, amma oyunun özü dəyişmir. Amma bəzən elə şeylər olur ki... Böyük zərbələr. Bəli. Elə hadisələr baş verir ki, onlar təkcə planlarımızı yox, bütün həyatımızı, bütün o oyun taxtamızı alt-üst edir. Bu, inqilabi həyat vəziyyətidir. Bu nə kimi hadisələr ola bilər? Məsələn, işini itirmək, ciddi bir xəstəliklə üzləşmək, yaxın bir insanın ölümü. Bunlar katastrofik dəyişikliklərdir. Bunlar bizim bütün hekayəmizi, kim olduğumuzu, həyatın mənasını sual altına alır. O, bayaqki lift misalına qayıtsaq, adam pilləkəndən düşüb işə çatır, amma sonra müdiri onu çağırıb işdən çıxarır. Bu artıq tamam başqa bir şeydir. Bəli, bu artıq lift problemi deyil. Bu, insanın bütün gələcək planlarını, özü haqqında təsəvvürlərini, hətta keçmişini belə yenidən dəyərləndirməsinə səbəb olur. Bildiyi dünya,
O nizam çökür və insan tam bir haosa düşür. Bu həqiqətən də, necə deyim, dərin bir böhrandır. Bəs buradan çıxış yolu necə olur? Petersona görə, bu inqilabi vəziyyətdən çıxmaq üçün sadəcə planı dəyişmək yetərli deyil. Sən bütün o həyat xəritəni, dəyərlərini, məqsədlərini, hətta kimliyinlə bağlı təməl inanclarını belə yenidən qurmalı olursan. Yəni sıfırdan başlamaq kimi bir şey. Bir növ, bəli, bu çox ağrılı bir proses ola bilər, amma eyni zamanda böyük bir transformasiya potensialı daşıyır. Köhnə çərçivə dağılır və yeni, bəlkə də daha möhkəm bir çərçivə qurulur. Dağılma və yenidən doğulma kimi. Deməli, yekunlaşdırsaq, biz dünyada özümüzə hekayələr, məna xəritələr yaradaraq hərəkət edirik. Bu xəritələr bizim bilinən ərazimiz, yəni nizamımızdır. Amma həyat qaçılmaz olaraq bizi bilinməyən əraziyə, xaosa atır. Düzdür. Və bu zaman ya xəritəmizdə kiçik düzəlişlər edirik, bu normal uyğunlaşmadır, ya da bütün xəritəni atıb yenisini çəkməyə məcbur oluruq, bu da inqilabi uyğunlaşmadır. Hər ikisi də həyatda qalmaq üçün vacibdir, sadəcə miqyasları fərqlidir. Çox gözəl ümumiləşdirdiniz. Və bəlkə də sonda dinləyicilərimiz üçün belə bir sual qoyaq, öz həyatınıza bir nəzər salın, gözlənilməzliklər, istər kiçik, istərsə də böyük anomaliyalar sizin şəxsi həyat hekayənizə necə təsir edir? Maraqlı sualdır. Belə anlarda adətən necə reaksiya verirsiniz? Daha çox planı dəyişib yola davam edirsiniz, yəni normal şəkildə uyğunlaşırsınız, yoxsa bu hadisələr sizi daha dərinə getməyə, təməl inanclarınızı, həyat məqsədlərinizi sorğulamağa vadar edir, yəni inqilabi bir prosesə girirsiniz? Bu iki yanaşmadan hansı sizə daha çox xasdır və bu həyatınızda nə kimi fərqlər yaradır? Bu barədə düşünməyə dəyər.